Əziz izləyicilərim, indi sizə TikTokda öz başıma gələn hadisələrdən danışmaq istəyirəm. Əvvəla izləyicilərimin hamısından çox razıyam. Allah sizdən razı olsun. Mədəni insanlarsınız. Öz gözəl rəylərinizlə məni çox sevindirirsiniz. Amma burada qaçaraqpa insanlar da var. Bəziləri o saytları, bu saytları gəzməklə girirdilər. Orada elə bədniyyətli rəylər yazmaqla bunun ürəyin bulandırmağa çalışırlar. Birisi deyir, əmi, dayı, özü də deyir, dayı, biraz tez-tez danış da, ürəyim partladı ki, sənin ürəyin partlasın. Abala, dayı deməyin nədir? Ürəyimi partlatmağın nədir? Şükür Allaha, TikTok sizin üçün hər cür şərait yaradır. Səni tutub orada məcbur bağlamayıblar ki. Xoşun gəlmir, barmağına sürüşdür, keç o tərəfə. Bundan asan nə məsələ var ki? Bəziləri də görürsən, heç video baxmamışdan, elə adına baxıb rəy yazırlar. Əvvəla sən video baxıb, rəvayəti dinləyib, ondan bir nəticə çıxardıb, nəticə yazmırsansa, rəy yazmırsansa, o rəy heç kəsə lazım deyil. Mən dəyərli rəylərdən heç vaxtı qaçmamışam. Hər vaxtı sizin rəylərinizə böyük üstünlük verirəm. Həmişə də onları bir-bir oxuyub onlara öz münasibətimi bildirirəm. Yanınıza saxlayın ki, mənə 300, 400, 500 hələ təkcə TikTokda rəylər gəlir. Onların hamısına baxıb öz fikrimi bildirirəm. Ona görə boş-boş rəylər yazmağa ehtiyac yoxdur. O həm bizim vaxtımızı alır, həm də o öz boş rəylərinizlə özünüzün tərbiyənizi cəmaata təqdim edirsiniz. O sizin yazdığınız rəylərdən mənə aidiyyəti yoxdur. Başa düşən üçün aydın olmalıdır ki, o gülünc rəyləri ilə özün tərənnüm edir. Şükürlər olsun ki, mənim əsas dinləyicilərim arasında belə rəylər yoxdur. İkincisi, mənə həddən çox geriyə bəyənmələr gəlir. Mən həmişə o bəyənmələrə cavab verirəm. Amma həddən artıq çox olduğuna görə mən onların hamısını bəyənə bilmirəm, geriyə ötürə bilmirəm. Mən çox geri bəyənmələr eləyəndə TikTok bağlayır. Bir də görürsən, bir gün, 2 gün bağladı, heç o geri bəyənmələrin heç birini eləyə bilmirəm. Ona görə səbirli və təmkinli olmaq lazımdır. Özdə mən geri bəyənmələri eləyəndə açan kimi başdan yox, açıb lap axıra gedib çıxıb, axırdan bəyənmələri geri göndərməklə başlayıram. Daha elə əvvəldən açan kimi bəyənmələr etmirəm. Bəzən görürsən 3 gün, 4 günün bəyənmələri yığışır. Bu mənlik deyil, mənim etinasızlığım deyil. Bu TikTokun qaydalarıdır. Mən 15-20 bəyənmədən artıq eləyəmirəm. Bundan artıq eləyən kimi bağlayır, mən daha onda geriyə düşürəm. Ona görə bu cəhətdən məndən inciməyin. Və gücüm çatdığı qədər hamınızın rəylərini, bəyənmələrini nəzərə alacağım. Birisi deyir ki,
Çox yavaş danışırsınız. Sürətli danışmağa çalışın. Əvvəla bilmək lazımdır ki, mən rəvayət danışıram. Rəvayəti 1-2 dəqiqənin içərisində danışmaq mümkün deyil. Deyirəm, abala, mənim danışıq tərzim budur. Mən sürətli danışmağı bilmirəm. Məndə yüksək sürət qutusu yoxdur. Amma TikTokda bəziləri sağ olsun, onlara göstəriş verir ki, ikinci sürət at, üçüncü sürət at, qulaq as ki, əgər elə qulaq asa bilirsənsə, as. Asa bilmirsənsə, sənə maraqlı deyilsə, səhifəni tərk edəginən. Mən bu insanın xarakteridir. Mənim danışıq tərzim budur. Mən indi danışıq tərzimi dəyişdirib, nə də dəyişdirə bilmərəm. Dəyişdirib, o yandan da avara, bir yandan da avara ola bilmərəm. Ona görə özünüzə əlac qılın. Əgər əlac tapa bilmirsinizsə, zəhmət olmasa səhifəni tərk edin. Birisi də mənə yazır ki, bu Nəsrəddin haqqında bir rəvayət danışmışdı. Deyir, dayı, o Nəsrəddin getdi, yağış yağandan sonra içəridə yatdı, yoxsa yağışın altında yatdı. Deməli, bu insanı rəvayət maraqlandırmır. Onun yağışın altında qalıb, ya evdə yatmağı onu maraqlandırır. Bir insan düşünməlidir ki, bu rəvayətdir. Burada məqsəd nədir? Mən də